Sizcə başsız yaşamaq mümkündürmü? Tanış olun, Mike. 1945-ci ildə bir fermer nahar üçün onun başını kəsdi. Amma Mike ölməkdən imtina etdi. Fermer Lloyd Olsen baltanı vuranda səhvən şah damarını və beyin sapını zədələməmişdi. Toyuq şokdan ayıldı, ayağa qalxdı və gəzməyə davam etdi. Fermer gördü ki, toyuq ölmür, ona yazığı gəldi və onu pipetka ilə bəsləməyə başladı. Mike bir gecədə məşhurlaşdı. İnsanlar bu möcüzə toyuğu görmək üçün növbəyə durdular. Mike ayda bugünkü pulla $50.000 qazanırdı. O, Time və Life jurnalının üz qabıqlarına çıxdı. Hər kəs onu sehirli olduğunu düşünürdü. Bəs necə öldü? 18 ay sonra bir oteldə gecələyərkən Mike'ın boğazında qarğıdalı dənəsi qaldı. Fermer təmizləyici şprisi evdə unutduğu üçün Mike'ı xilas edə bilmədi və o boğularaq öldü. Bugün Colorado ştatında hər il başsız toyuq festivalı keçirilir. Dostlar, videonu bəyəndinizsə kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Qismət olarsa növbəti videoda görüşərik.